Bu videoda conditionallara baxırıq. Deməli, conditional, zero conditional ümumi nə ifadə edir? Sadəcə olaraq faktları ifadə edir. Necə yaranır? If üstəgələk veya when üstəgələk present simple və digər tərəfdə isə yenə də present simple olacaqdır. If you touch boiling water, you get burned. Əgər sən yanan suya toxunsan, yanarsan. Fakt hadisədir. Ona görə zero conditional olur if veya when, present simple, main clause-da present simple. First conditionalda isə artıq gələcəkdə və ya indidə baş verəcək normal real bir hadisədən danışırıq. Misal üçün, if I go to Japan, birinci tərəfə veririk present simple, ikinci tərəfdə olur I bring you souvenirs. İkinci tərəfdə isə gələcək, yəni future simple veririk. Mən Yaponiyaya getsəm, sənə suvenir gətirəcəm. Normal cümlədir. Yəni real biləcək cümlələrdir. If tərəfə veririk present simple, digər tərəfə isə əsas hissəyə isə veririk future simple. Then second conditional istifadə olunur, yəni ikinci second conditional isə artıq unreal, yəni qeyri-real olan fikirlərdir. Və burada isə if clause-a biz veririk past simple və ya past continuous, digər tərəfə isə biz veririk would-la, might-la, could-la işlənən bare infinitive. Və bu reallaşmamış bir məsələlərdir. If I had more time, I would attend the event. Əgər mənim daha çox vaxtım olsaydı, mən mərasimdə, məclisdə iştirak edərdim. Göründüyü kimi unrealdır. Və nəhayət third conditional is used to express unreal event in the past and the imagined result. Və bu da təbii ki, qeyri-real olan bir şərtlərdən, bir fikirlərdən söhbət gedir. Və burada isə if clause-a biz veririk past perfect, ikinci tərəfə isə biz veririk yenə də would-la, might-la işlənən past participle. If I had trained harder, I would have won. Əgər mən daha çox çalışmış olsaydım və mən qalib olardım.